Avqustun 24 yaşım. 24 Avqust 1988. Bəli, bu tarix Vüqar Biləcərinin heç sevmədiyi bir dünyaya göz açdığı gündür. Ömrümüzün oğrusu saatte bir şey değil. Ömür bir etibardır, hayatta bir şey değil. Ecelde gelmir qonaq, orfaq öpsün üzümdən. Vüqar Biləcəri təkcə misraları ilə deyil, yaşamaq tərzi və malik olduğu mənəvi dəyərlərlə də insanların qəlbində silinməz iz qoymuş nadir şəxsiyyətlərdəndir. Onun poetik istedadı əslində daxili aləminin, təmiz vicdanının və büllur kimi pak mənəviyyətinin sadəcə bir əksi idi. Vətənpərvərliyi və dost canlılığı. O vətənini, torpağını, öz köklərini sadəcə sözdə deyil, bütün varlığı ilə sevən gerçək bir vətənpərvər idi. Vətənim bayrağına şövq ilə təzim edilər. Bu igidlik yoludur, sözsüz hünərlə gedilər. Vətən uğrunda ölən varsa vətən var dedilər. Təki sən var olasan biz qıyarıq cana vətən. Təki sən var olasan biz qıyarıq cana vətən. Dostluqda sədaqət, etibar və mərdlik onun ən başda gələn xüsusiyyətlərindən idi. Ətrafındakı insanlara, dostlarına arxa durmağı, onların sevinci ilə sevinib, dərdi ilə kədərlənməyi özünə borc bilən, dost qədrini hər şeydən uca tutan bir insan idi. Peki dostum özünə ev qura, mənzil yarada, patolog mıxlayaram, pol taparam düzəl. Ailə canlılığı və xeyirxahlığı, ailəsinə, əzizlərinə qarşı sonsuz bir sevgi və ehtiram bəsləyər, onların rahatlığını hər şeydən üstün tutardı. Əl açıq, xeyirxah və humanist idi. Kiminsə dərdi varsa, imkanı daxilində kömək etməyə tələsər, bunu heç vaxt gözə çarptırmadan tam bir mərdlik ilə edərdi. Yaşadım mən ölərəm anamdan qabaq, görsəm onun dərd qobar axtardığın, görsəm... Dünya malına vəksizliyi və imanı. Vüqarın ən böyük böyüklüyü isə onun dini mənəvi dünya görüşündə idi. O dünya malına, şan şöhrətə, var dövlətə heç vaxt hərislik göstərmədi. Məqam, pul və nemətləri onun üçün heç bir zaman öncəlik olmadı. Allah səni rüyanı qonaq etsə demişlər, heç vaxt deməsən ki bu dünyada ləzzətlidir. O Allahına möhkəm tellərlə bağlı, ibadətində, inancında səmimi və saf bir dindar idi. Yaşadığı ömrü fani dünyanın müvəqqəti bəzəklərinə deyil, əbədi olan həqiqətlərə, Allaha olan sevgisinə və insanlara yaxşılıq etməyə həsr etdi. Məhz bu xüsusiyyətlərinə görə Vüqar Biləcəri sadəcə böyük bir şair kimi deyil, böyük və nümunəvi bir insan kimi xatırlanır və sevilir. Ruhu şad, məkanı cənnət olsun. Söz deyəndə olmamışam ağzı yer, ağzı